Xəstəmiz 66 yaşında, deməli sağ buç çanaq oynağında sağ buç sümüyü başının avaskulyar nekrozu diaqnozu ilə qəbul etmişik. Xəstədə sağ tərəfli buç çanaq oynağında güclü ağrılar var idi, yerimə məhdudluğu var idi və ayağı açmasında məhdudiyyət var idi, kontraktura verilmişdi. Hal-hazırda icra edəcəyimiz əməliyyat sağ buç çanaq oynağının total endoprotezləşdirilməsi əməliyyatıdır. Əməliyyatdan sonraki video görüntülər sizinlə paylaşılacaq. Sağ buç çanaq oynağının total endoprotezləşdirilməsi əməliyyatı yekunlaşdı. Hazırda xəstədə istifadə etdiyimiz implant İspaniyanın Surgival firmasıdır. Bu protezlərin üstünlüyü ondan ibarətdir ki, həm xəstənin əmək qabiliyyətinin bərpa olunması daha tez, sürətli olur. Həmçinin xəstədə daha uzun ömürlü olur protezlər. Yəni heç bir əlavə təsirlərə məruz qalmadan xəstə daha da tez aktivləşir. HCC Clinical Hospital, sağlamlığınızı bizə etibar edin.